Kanalımıza hoş gelmişsiniz. Artık Mədinə video seçməyin vaxtıydı deyə düşündüm. Hazır içimizdə işləyən gənc insanlar olaraqdan dedik ki, sizə, abituriyentlərə, tələbələrə nə işləyə bilərlər? Belə də çox qəribə çıxsın nə işləyə bilərlər, amma iş imkanları nədir? Bizim ölkəmizdə elə çox tələbələrə və yaxud əsasən də abituriyentlərə iş imkanı yoxdur deyə düşünürəm. Sən nə düşünürsən? Mən düşünürəm ki, həqiqətən bir də iş imkanları olmasına baxmayaraq da, məsələn, mən iş haqqında falan şey paylaşan kimi hamı yazır, məsələn, necə işləyirsiniz və olan iş imkanlarından belə xəbərlər yoxdur, yəni nə eləyə bilərlər ya da tutaq ki, mesajlar gəlir ki, siz necə öz kursunuzu açmısınız, necə ilk tələbənizi tapmısınız və s. Yəni ağıllarına gəlmir ki, necə nə fikir eləyə bilərlər. Bəli, tamamilə qatılıram. Amma belə ora girmişliyim, çoxu belə ofisiant, nə bilim, kassir falan işləyir. Yəni bizim ölkəmizdə elə düşünürük ki, tələbə oldumsa gərək 100% buradan keçəsən. Məsələn, işləyirəm deyən kimi, hansı mağazada? Bəli, eynisə, hansı mağazada. Amma insanlar dediyim kimi, abituriyentlər və tələbələr də öz işlərini asa bilərlər. Öz istədikləri şeylə məşğul ola bilərlər. Yəni istəmədiyiniz şeydə işləmək məcburiyyətində deyilsiniz, həm də ki, istədiyiniz şeyə bir addım ata bilərsiniz. İstəyirsənsə gələn suallardan başlayaq. Çox qəşəng bir sual. Hardan iş tapdınız? Böyle beynimdən tapdım. Beynimdən tapdım. Yox, ingilisini öyrənməyən ingilisində kurs açmışam. Bu arada başdan nə işlədiyimizi deməyi unutdum. Buyurun, nə işləyirsiniz? Mən öz kursumu açmışam. Əvvəlcə özüm öz dərslərimi deməyə başlamışdım. Yəni uşaqları götürdüm, özüm danışıq dərsləri deyirdim. Sonra gördüm ingilisini danışıq dərsləri deyirdim. Sonra gördüm, yəni tələbat çox var, şagirdlər də artdıqca artır. İndi 5 müəllimik. Yəni hamı dərs deyir belə. Əla şəkildə. Bəs başqa nəsə işlə məşğul idin yoxsa reisində? Bundan başqa da Star College'də əvvəl məzun olduğum, yəni belə kursda özüm SAT, Verbal və Maths mentor müəllim olaraq işləyirəm. Əla və 11-ci sinifsən? 11-ci sinif. Və TOEFL, SAT, IELTS hər şey var. Yazılmaqdan qrupunu yazmaq yanında. Bəli, yəni hər şey vermişəm mən. Və hər şey verib uğurlu həqiqətən alınıb hamısı. Həm də işləyir. Mən ingilis öyrənməyə səfərmişim 2019-cu ildə başlamışdım. Yəni belə kursa falan gedirdim, ingilisini sırf öyrənirdim. Öyrənərkən də elə fikir verdim ki, yəni məsələn uşaqlara, dostlarıma falan nəsə başa düşməkləri qayda izah eləyəndə hamı çox bəyənirdi izahlarımı. Deyirdim ki, mən müəllim ola bilərəm. Hətta evdə nənəm babam deyirdi, bacım da deyirdi ki, müəllim ola bilərsən, sən çox yaxşı izah eləyirsən. Belə də fikirləşdim, yəni ingilis dilini biləndən sonra gəl lazım o imtahanları versin, məsələn, IELTS TOEFL verəndən sonra da ingilis müəllimi olmaq olur da. Onları verəndən sonra deyirəm ki, bəlkə işləyə bilərəm. Yəni belə illər daxilində olan bir şeydir. Sadəcə məsələn keçən il 5 imtahan vermişəm deyə heç bir vaxtım yox idi dərs keçməyə, hələ öz dərslərimi günə çatdırırdım. Ona görə elə bu il boşluğum varkən dedim ki, elə açım elə YouTube-dan da bir kütlə yığılmışkən dedim elə bunlar da gələrlər dərsimə falan deyə düşündüm, başladım dərs keçməyə. Əlalım həqiqətən. Mən də biznes hesabı açdım, kiçik biznes hesabımı və bununla yanaşı iş olaraq deyə bilərəm ki, sosial medianın özü də bir işdir. Qatdırsan buna. Yəni hələ ki çox bir işliyim görməmişəm balacığım. Biz hələ biraz kiçik kanallarıq deyə o qədər pul qazandıran bir iş deyil təbii ki də. Amma yenə də bunu davam etdirsək, təbii ki də bu sahədə işləmək olar ciddi bir iş kimi və insanların çoxu da, hətta bizim blogerlərimizin çoxu bu sahədə, sırf bu sahədən pul qazanırlar və bu onların artıq işidir. Bəli, bunu amma saymayacağam indiki işim kimi. İndiki işim kimi sadəcə biznes hesabımı deyə bilərəm ki, oradan mən pul qazanıram. Bu da hardan ağlıma gəldi, mənim də beynimdən. Mən də bazı vaxtından çox belə əl işlərinə marağım olub da, yəni birinə hədiyyə eləyirəmsə, gedib bir şey almaq yerinə mən bunu düzəldim, bunu belə eləyim, bunu fərqli belə bir şey qatım, bu daha çox xoşuna gedər demişəm. Ona görə də düşündüm ki, mən bunları eləyirəmsə və insanların xoşuna gəlirsə, niyə başqalarına da bu fikrimi satmayım? Fikir satmaq kimi olur o. Tam bir məhsul satmağı düşünmürəm mən. Bu bir əziyyət çəkirəm. Əziyyət çəkirəm dedim, mən məhsulun düzəldilişinə pul qoymuram da, nətər baş sala bilərəm, fikrimə qoyuram. Yəni mən bunu düşündüm, belə bir fikir yaratdım və bu fikir həqiqətən dəyərlidir deyə düşünürəm. Belə. Sosial həyat ilə akademik həyatı necə balanslayırıq? Bu həqiqətən belə danışmağı belə ən çox sevdiyim mövzudur. Çünki mən məsələn 8-ci sinifdə olanda hara gedirdik də mamagilinə, restoran olsun, rayon olsun, mamagilə deyirdim ki, bilirsiniz, mən gələn imtahana hazırlaşacağam. 9-da ən ciddi imtahanım oldu da. 9-da imtahana hazırlaşacağam. Heç bir vaxtım olmayacaq. Dostlarımla görüşəndə deyirdim ki, axırıncı görüşməyim var. Bir də sizinlə görüşməyəcəm.
Amma 9-a məsələn fikir verdim ki, yox, həqiqətən hər şeyi balanslaşdırmaq mümkündür və yəni 9-a həqiqətən çox ciddi hazırlaşmışdım. Riyaziyyatım 0 idi və yəni onu qaldırmaqla falan məşğul idim ki, yəni mən qırmızı açığa düşməliyəm qurtardı da. Ona görə gördüm ki, yox, yəni oxuyarkən əslində dərsləri balanslaşdırmaq da mümkün. Təbii ki, tamam mən həm ikisində olmalıdır. Mən gəlib dostlarımla oynayım, evə gəlirəm, 3-də dərs oxuyuram demirdim. Dərsləri məsələn tez oxuyurdum, sonra öz dostlarımla görüşürdüm. Ya da elə bu SAT TOEFL-a hazırlaşarkən bizim dərslərimiz belə SAT kampları olurdu. Bir ay əvvəldən başlayırdı imtahana. İmtahan bir ay qalmışdan başlayırdı. Bizdə məsələn saat 10-da dərsimiz başlayırdı, axşam 10-da evə gedirdik. 12 saat bir otaqda oturub dərs edirdik yəni. Və onunla belə məsələn hansısa 6-cı gün bazar günü biraz boşluğum olanda gedirdim dostlarımla görüşürdüm. Ya özüm tək belə olsa yəni gedirdim harasa gəzirdim. Necə deyim belə sırf oturum tamam ancaq dərs eləyim, akademik həyata odaqlanım. Mən xaricə gedəcəm, dərsə gedəcəm, universitetə gedəcəm, məktəbə gedəcəm, yəni elə bir şey yox idi. Və məncə düzgün də deyil onu eləmək. İnsanın özünə istirahət də verməlidir. Yəni ancaq oxuyum, yaxşı olacaq demək də yaxşı olmur elə. Yəni özünə istirahət verməsən həqiqətən o oxuduğun bir yerdən sonra sənə çox sıxıcı gəlir və oxuyanmamağa başlayırsan. Bir də yəni heç vaxt həyat belə olmayacaq da, tutaq ki, həyatı yəni tətil rejimi olmur. Məsələn, sizə gəlib deməyəcəklər ki, aha, indi mən sizin də ki, bir hissinizəm, göydən düşmüşəm. Bu gün siz işləyin, sonra mən sizə tətil verəcəm, gəlib gəzin. Elə bir şey yoxdur yəni. Tutaq ki, mən indi tutaq ki 9 imtahan verirəm, sonra 11 imtahan verirsən, sonra universitetin imtahan verirsən, nə bilim, final imtahanı verirsən, sonra iş axtarırsan. Yəni heç o həyatda bir boşluq olmayacaq. Hər dəfə mənə elə gəlir ki, öz düşüncəmdir. Hər an öz yaşına uyğun olaraq problemləri və xoşbəxtlikləri olur. Bəli. Həyat sizə pauza vermir heç vaxt. Ona görə yəni bunu saxlayım, sonra eləyərəm, eləməyim. Yəni bəzi şeylər olur, amma yenə də yəni istirahətinizi də saxlamayın sonraya oxumağınızı da. Mən amma heç vaxt şey eləməmişəm. Mən bu gün çox oxuyum və sabah istirahət edirəm. Sən eləməmisən. Yəni ümumiyyətlə elə heç düşünməmişəm ki, mən o vaxt çox oxuyacağam. Mən həmişə elə düşünmüşəm ki, okey oxuyacağam, amma bunu da eləyəcəm. Bunu da eləyəcəm. 100% eləyəcəm. Heç vaxt özümü tam ora qıstıracağam kimi düşünməmişəm. Belə də balanslaşdırmaq da o qədər çətin deyil deyə düşünürəm. Zaten insan istəyəndən sonra mən bu gün dərs oxumaq istəyirəm və özümə bu qədər müddət verirəm. Bu müddətimi mən dərsimə ayırıram. Zaten full fokus oxusanız o dərsi tamam başa düşürsünüz də o 3 saata. Sonra da gedirəm, istirahətimi eləyirəm yəni. Belədir ki, indiki həyatında bəs yəni həm işləyirsən, həm oxuyursan, həm də sosial həyat. O necədir? Burada məsələn biraz çətindir. Məsələn, mən səhər sadəcə bu günümü danışıram da. Səhər durmuşam 8-də, getmişəm piano dərsinə. Ondan sonra işə getmişəm və işdən ətə çıxıb bura gəlmişəm və axşam evə gedib böyük ehtimalla sadəcə sıfır enerji ilə axşam evə gedəcəm ki, sabah yenə eyni şeylər təkrarlanır, dərs ilə hazırlığa get, işə get və s. Yəni təbii ki, yorucu olur. Hələ bir də məsələn kursda da mesajlara cavab vermək, dayanmadan zəng gəlir, o belə özü ayrıca bir yorur. Amma yenə də birinci deyim, sevərək elədiyim üçün mənə çətin gəlmir. Məsələn, heç demirəm hazırlıqdan çıxım, mən vaxtımı tutaq ki, Azərbaycanda bilirəm, Azərbaycandan çıxım, heç elə bir şey demirəm. Çünki yəni ona da getmək istəyirəm, pianoya da getmək istəyirəm, işə də getmək istəyirəm. Yəni necə deyim, özümə bir yol tapıram ki, hansını necəsə hamısını bir yerə salım, bir yerdə eləyim. Yəni məncə sevgi ilə yanaşanda həqiqətən mümkündür. Bəli, mən səni çox yaxşı başa düşürəm. İnan mənə. Yəni bəzən insan həqiqətən çox o qədər dolu olur ki, artıq bezir bir yerdən sonra, amma günlük bezməkdir məncə də o. Məndə də elə səhər dərs sonra sizin dediyin kimi mesajlara cavab vermək, artıq bir yerdən sonra deyirsən ki, yazmayın da. Hər neysə, sonra bir şeylər hazırlamaq, çatdırmaq falan dəhşət çətin olur mənə də. Amma Mədnənin dediyi kimi, həqiqətən sevirsinizsə o işi, heç birindən belə imtina eləmək istəmirsiniz. Mamam deyir ki, məsəl üçün istədiyin vaxt şey eləyə bilərsən, dayandıra bilərsən, narahat olma falan. Amma sənə görə eləmirəm, olsa da mən sevirəm bu işi. 10 dəqiqə əvvəl mamam mənə eynisini dedi. Dedi ki, sən hazırı cavab verirdim, sizə satırdım ki, bəs sizdə bugün sınaq dərsinə belə bir şey atırdım. Mama dedi ki, bəs sən yorulmursan, həm işləmək, həm dərs falan. Dedim, yorulsam nə olacaq yəni? Kimə nə yazar da eləməliyəm, eləmək istəyirəm. Mən də eynisi ilə eləmək istəyirəm, eləyirəm də yəni. Yoruluram, yaxşıdır, yaxşı yoruluram mən. Bilirəm ki, yəni bir şeylər elədim günün sonunda və ona görə yoruluram. Ona görə də tarazlaşdırmaq yenə də olur. Yəni gün 24 saatdır, çox az deyil o qədər də. Dərslərə necə uyğunlaşdırmalıyıq işlərimizi və hansı işlər daha uyğundur? Yəni nə peşəsi? Yəni həm də peşəsi, həm də ki, yəni abituriyent olanlar nə işləyə bilərlər kimisin?
Məncə əgər bir həqiqətən siz demisiniz ki, nəsə düzəltməyi falan sevirsiniz. Mən deyim ki, məsələn dostlarıma nəsə izah eləməyi sevirdim. Və ikimiz də tutaq ki, siz özünüzü biznesi tapmısınız, mən də özümü belə müəllimlikdə tapmışamsa, məncə hamının belə etməyi sevdiyi bir şey var. Ya da məsələn bəzən dostlarıma deyirəm ki, nə etməyi sevirsən, onu elə də. Deyim, mən belə eləmək sevdiyim şey yoxdur, heç nə eləmirəm mən. Yəni əslində o düzgün deyil. Yəni məncə həqiqətən hamının sevdiyi bir şey var. Sadəcə ya fikir verməyiblər ki, tamam mən bundan həqiqətən həzz alıram, ya da ki, çox onu pul qarşılığında eləməyi düşünməyiblər. Məsələn, mən uşaqdan ağlımdadır ki, müəllimliyi pul qarşılığında eləyə bilərəm, kiməsə dərs deyə bilərəm, pul ala bilərəm. Ya da hətta babam mənə deyirlər ki, get ev tapşırığını, qayda dəftəri falan sat, pul qazan. Və o vaxtda belə ağlıma gəlir ki, tamam bu elm sahəsində həqiqətən iş tapmaq mümkündür. Və məncə yəni hamının ağlına ən az bir dəfə gəlib bu iş. Ki, məsələn, ki, bunu eləsəm, məsələn, satsam, ya bunu belə eləsəm, məsələn, ideya versəm falan belə qazana bilərəm. Mən də tamamilə haqq verirəm sənə. İnsan nəyi sevirsə, onu eləməlidir həqiqətən. Həm də ki, biz bayaqdan deyirik, bəs sıxılmırıq, daha doğrusu sıxılmırıq deyil, sıxılmırıq, yəni sevirik bu işi. Vaxtımızda qalır hər şey. Niyə? Çünki biz bu işi sevirik. Biz bu işi sevməsəydik, indiyə çoxdan buraxmışdıq bu işi. Ona görə də insan sevdiyi bir işi eləməlidir ki, onu davam etdirə bilsin və ən yaxşısını eləyə bilsin. Hətta bir şey də var idi, söz deyil, belə eləyə biləcəyin işini tapma, hansı işdə yaxşısansa və hansı işə tələbat çoxdursa, onun ortaq işi götürməlisən və o işi eləməyə başlamalısan. Çünki insanların da ona ehtiyacı var və sən o işi çox yaxşı edirsən. O işdə demək ki, uğurlu olasan sən. Bəli, belə və dərslərimizi necə uyğunlaşdırmalıyıq deyəndə vaxt mənasında deyirsinizsə, bayaq da dediyimiz kimi hər şeyə vaxtınız qalır, narahat olmayın. Bir şeyə tam fokusunuzu verməsəniz və hər şeyi düzgün qaydada əməl etsəniz, həqiqətən hər şey vaxtınız qalır. Yoxsa peşə mənasında deyirsinizsə, siz hələ oxuyub bitirməmiş öz peşənizdə belə yaxşı bir iş tapa bilməyəsiniz onsuz. Yəni sizin yaxşı belə yüksək gəlirli bir işə girməyiniz üçün həmin ixtisası bitirməyiniz, diplomunuzu almağınız və yaxud sertifikat falan lazımdır. Əgər deyirsinizsə bunlar məndə hələ yoxdur, amma bir iş axtarıram. Yəni abituriyentəm, tələbəyəm, hələ təzə kurs, ilk kurslardayam. Dediyimiz kimi belə sevdiyiniz bir işi tapın və o işi demirəm belə yüksək bir şey, yavaş-yavaş gəlirə dönüşdürməyə çalışın. Mən də məsəl üçün Mədinə kimi ingilis dilində dərs deməyə istəyirəm biraz. Hələ tam dəqiq deyil o, amma yenə mən promo yüksək gəlirlə başlamaq istəmirəm. Az bir gəlirlə başlayım, görüm əgər uğurlu alınırsa, tamam davam eləyərəm. Amma alınmırsa, alınmadığı yerdə də buraxmaq lazımdır məncə. Nə düşünürsən? Əgər o işdə yaxşı deyilsənsə. Tamam, əgər yaxşı olmadığının fərqində varmısansa, tamam, buraxa bilərsən. Amma işte tutaq ki, mən müəllimliyə başlamışam və görürəm ki, şagird yoxdur, yox buraxıram deyə bir şey məncə o yox. Amma əgər görmüşəm ki, tamam, müəllimlik mənim üçün deyil ya da tutaq ki, şagirdlər nəsə izah eləmişəm, onları mən başa düşmürlər, davamlı. Onda mən yəni onların yaxşı üçün, özüm yaxşı üçün buraxmalıyam. Bəli, əgər başa sala bilmirsə, məsəl üçün mənim bəzi müəllimlərim var idi və hətta indi də var universitetdə. Özləri çox yaxşı bilir, amma izah eləməkdə o deyirlər də, heç alınmır onlarda izah eləmək. Yəni sən bilirsən, yaxşı, sən əlasan, amma sən izah eləyə bilmirsən. Əslində məndə də biraz olduğunu düşünürəm, onu da təcrübə eləyib görəcəyik. Belə. 18 yaşı tamam olmamış uşaqlar harda və necə işləyə bilərlər? 18 yaşı tamam olmamış uşaqlar üçün də elə bu video, çünki siz rəsmi bir yerdə edib işləyə bilmirsiniz, sizi işə almırlar. Valideyn icazəsi ilə olur. Amma o çox çətindir. Mən onu prov elədim, mağazada bir satıcı kimi falan, sən xidmətə get, yazı al, hələ alıb gələndən sonra qəbul eləyəcəklər şübhəli. Çox şübhəlidir, çünki ora əsasən tələbələrin tələbatı çoxdur. Tələbələri götürürlər ki, sən burada oxuyursan, gəl işlə. Abituriyenti götürən o qədər çox yoxdur. Yəni oğlansınızsa opsional, yenə bir nəbzə şansınız var. Çünki yanıma gəlir ki, orada məsələn bizi gəlib məktəbdə keçmişlər təlim ki, işləmək olur, 14 yaş plus deyəsən, fiziki olmamalıdır, gecə saatlarında olmalıdır. Məsələn belə çox asan bir şeymiş kimi göstərmişlər. Boyum çatır, yaşım çatır, hər şey çatır. İşləyə bilərəm yəni maksimum o hətta 18 il deyəsən. Dedim hə tamam mən 14 olum, 13 idim, nə idim deyəsən. Dedim işləyirəm, bir neçə ay mən işləməyə gedirəm, getmədim. Amma həqiqətən çox çətindir. Mən hal-hazırda 17 yaşım var uşaqlar və mən ikinci kursamda gedib yenə də bir rəsmi yerdə iş tapmağım çox çətindir. Ona görə dediyimiz kimi müəllimlik baxın məncə əgər yaxşısınızsa və dostlarınıza belə izah edə bilirsinizsə, Mədinənin demişim, danışamadım. Mədinənin dediyi kimi ən yaxşı işdir. Çünki siz bunu bilirsiniz, sizin bu başınızdadır. Yəni məsələn blok hazırlaşanlar məncə, yəni blok hazırlaşanda birinci kursda məsələn blok fənlərindən deyə bilər azı. Çünki çox görmüşəm birinci kursda tutaq ki, tarixdən falan hazırlıq deyirlər və qoşulanlar da olur. Bəli.
demək olar ki, ən yaxşısı və sizin üçün ən rahatı odur. Çünki öyrəndiyiniz şeyi keçirsiniz. Və belə biznes səhifələri də, kiçik biznesə başlamaq istəyirsinizsə, onlar da rahatdır. Əgər düzəltdiyiniz şey kreativ bir şeydirsə və yaxud həqiqətən insanların sevə biləcəyi bir şeydirsə, eləməli olduğunuz tək şey reklam qalır. Sizin reklamınız oldusa, həmin məhsulunuz sizin satılacaq. Əgər bilirsinizsə, bu yaxşıdır da, satıla bilən məhsuldur, bəyəniləcək məhsuldur. Yəni bunlara bir göz atın məncə. Hətta deyirəm ki, müəllimlik də reklamdır. Yəni çünki məsələn mən YouTube olmasaydı, kimdir mən tapan, hardan tapacaqlar belə bir qız var, dərs keçir falan da yəni. Ya da tanışlar olmalıdır belə ki, oradan tapılır. Hər şey reklamda olsa bu dövrdə, amma ki, ya imkansız deyil. Bəli, imkansız deyil əsla. Məncə biraz da sosial media işi ilə bağlı danışaq. Çünki onunla da əlaqəli çox bir məlumat yoxdur. Sosial mediada iş tapmaq kimi yoxsa yox, sosial media işi. Yəni burada influencer olmaq. Tamam. Influencer olmaq işi hamı deyir ki, bəs mən 0 takipçi ilə başlasam nətər o qədər qalxacağam. Və bir damcı haqlılıq verirəm. Niyə? Çünki sizin gərək qeyri-adi bir şeyiniz ola ki, siz qalxasınız. Türkiyədə məsəl üçün o qədər elə olduğunu düşünmürəm. Əyləncəli video çəkən hamı qalxır demək olar. Siz əyləncəli birisinizsə qalxırsınız Türkiyədə. Çünki mənim izlədiklərimdən, mənim gördüklərimdən elədir. Amma Azərbaycanda gərək qeyri-adi və çox adamın eləyə bilməyəcəyi bir şey deyəsiniz ki, siz qalxasınız. Məsələn, Azərbaycanda həqiqətən çox çətindir. Bəli, çox çətindir. Məsələn, mənim belə səhifəmdə YouTube-da ancaq Azərbaycanlardır, amma səhifədə daha çox Türkiyə və digər ölkələrdən 30% Azərbaycanda, ona görə ancaq ingiliscə paylaşıram səhifədə. Və məsələn Azərbaycanda yeganə paylaşdığım reel, o bütün CV-mi yazdığım reeldir. Orada da ki, birisi necə o qədər elə kommentlər gəlir ki, məsələn mən eyni videonu xaricilərdən görüb özümə uyarlayıb çəkmişdim də ki, tutaq ki, nə bilim belə boyunlarına medal falan atılır qızlar. Kommentləri açırsan, necə eləmisiniz, sizə uğurlar arzulayıram, hansı universitet istəyirsiniz? Mənə gələnlər bilirsiniz nədir? Ailə pulu yeyirsiniz, SAT-ni pulla alırsınız, IELTS-i, nə bilim, nə deyirlər, rüşvətlə alırsınız qiymətini. Sonra, yəni bilirsiniz necə? Vecimə deyil, bu videonu niyə paylaşmısan? Bilirsiniz necə? Məsələn, digər tamam, təbii ki mən açıq səhifə işlədirəm və buna hazır idim o videonu paylaşarkən. Bilirdim ki, yazanlar olacaq, amma ki videonun 50%-nə yaxın budur və mən gözləyirdim ki 10%, 15% olacaq buna baxanların. Yəni mənim çox qəribə şeylər gəlir, amma məsələn digər videolarım tutaq ki xaricədə keşfə düşəndə elə şeylər gəlmir mənə. Bu həqiqətən belədir. Mən özüm də görürəm də. Yəni, okey, 300 yazdığım birinci videom oydu. 300 necə yazdım. Hamı alqışlayır, yaxşı 300 yazdım. İkinci videomda bir sözümü verirəsəm 300 bəsdir, bildiyi 300 yazmışam. Və siz bunu qaldırdınız. Mən də bunu davam etdirməyə çalışıram ki, buradan məşhur olum da. Əslində buradan məşhur olmaq heç istəməmişəm. Sadəcə, yəni mənim hekayəm məncə qeyri-adi idi deyə onu paylaşmışdım. Yoxsa mən təhsil kanalı olmaq çox istəmirdim. Mən də təhsil. Amma bir dəfə paylaşdınsa onu səni buraxmır. Əsla buraxmır o səni. Məsələn, vlog atırsan izləmirlər. Amma məsələn, davamlı videolarımı izləyənlər deyirlər ki, yorum yazanlar da onlar da. Yazan vlog atıram izləmirlər. Atıram IELTS 10.000. Bəli. Onu satıram. Yəni neçə gün sonra 1000-ə çatır, 2000-ə çatır, yavaş-yavaş çox az gedir də yəni. Amma mənə də demişdilər o vaxtı çəkəndə, sonra kontentimi dəyişmək istəyəndə ki, bəs bəs bu ölkədə ən çox tutan şeylərdən biri təhsildir. Siz əgər təhsillə bağlı bir şey paylaşsanız, buna çox adam baxacaq, çünki insanların o diqqətini çəkir. Bir yandan da məntiqidir, çünki valideynlər olsun, müəllimlər olsun, uşaqlara ancaq şey öyrədilər də, sən bu imtahanı verməlisən, bu imtahanı verməlisən. Uşaqlar da universiteti bitirənə kimi demək olar ki, ancaq təhsillə maraqlanırlar. Belə oturum əyləncəli bir şey istəyim, izləyim. Hazır 9-11-ci siniflərin arası vəbşə ancaq dərsə yükləyirlər onları. Belə biraz qəribədir. O tutur. Yəni oradan getsəz, okey, əla davam edəsiniz. Bir tərəfdən də əyləncəli videolar da tutur, amma gərək onda da davamlı paylaşasınız və yenə qeyri-adi bir şey eləyəsiniz. Yəni əslində çox bir tələb yoxdur. Sadəcə keyfiyyətli bir şey çəkin. Yəni iPhone kamerası belə bəs eləyir də, sadəcə Samsung kamerası olmasın, 144p olmasın. Maraqlı kontent olsun, gülməli olsun və qeyri-adi olsun. Yəni hamının seçdiyi şeyi çəksəz həqiqətən tutmaya bilir. Və çox vaxtda bunu bilmirəm, tövsiyə etməm düzgün deyə yox, xaricilərdən götürüb bir şey paylaşanda o da tutur. Çünki okey, bəyənirsiniz o kontenti, mən onu uğurlamış kimi düşünmürəm. Yəni əgər özünüzə kredit verə bilərsiniz, kredit də verə bilərsiniz, bəli. Amma yəni o xarici dildədir və ancaq xaricilər üçün paylaşılır. Mən onu düşünmürəm ki, mən xarici paylaşır, Azərbaycanlıların keşfetinə düşəcəyimi düşünürəm. Yox. Və
Mən onu istəyirəm ki, okey, xaricilərin paylaşdığını bəzi Azərbaycanlılar görür. Amma mən Azərbaycan dilində paylaşsam, hamısı görəcək. Bəli. Yəni Yəni Azərbaycanda yenilik eləmiş olursunuz. Bəli. Yeni bir kontent, yeni bir video tərzi. Ona görə onu mən sevirəm. Bunu da istifadə edə bilərsiniz. Yəni gördünüz bir dənə adi bir reelsdə, yəni bəyəndiniz, gördünüz 2 milyon like var da. Eyni şeyi Azərbaycanı seçin. Özünüzə uyarlayıb seçin. Belə qalxa bilərsiniz influencer olaraq və sonra iş birlikləri, reklamlar belə gəlir əldə etməyə başlayırsınız. Biraz çətin olur, amma yenə o bir ölkələrdəki kimi deyil bizdə. Reklam olsun, iş birliyi olsun. Bir də yəni tutaq ki, digər ingilis dilində paylaşılan video bütün dünyaya xitab edir. Çünki hamının azdan çox ingilis dili biliyi var və yəni ən çox danışılan dil yəni sözsüz ki, ingilis dilidir. Və yəni düşünün ki, siz 8 milyar üçün paylaşırsınız. Azərbaycan paylaşanda 10 milyon üçün paylaşırsınız. Yəni ona görə məsələn Azərbaycanla video paylaşanda mən gözləmirəm ta bu indi 1 milyon izlənər falan deyə bir gözləntim olmur təəssüf. Mənim indiyə qədər bir dənə videomuz 1 milyon izlənib. Mən heç vaxt qlobala düşməmişəm. İnstagramda, YouTube'da. Instagramda. Hə, heç bir videom qlobala düşməyib. Çünki Azərbaycanca paylaşıram. İngilis dilində paylaşanda da tutmur çox vaxt. Gərək başdan ingiliscə başlayasınız. O məndə heç vaxt alınmır. Çünki səhifəniz daha çox Azərbaycanlı bəli. Qabağına çıxan adamlar məsəl üçün ingiliscə bilməyən izləyicim də çox olsa, o videonu başa düşmürlər və o video yayılmır. Hə, onu deyirdim ki, sizə heç kim gəlib deməyəcək ki, belə-belə eləsən yaxşı olacaq, belə-belə elə, filan qiymətdən işlə, filan adamla işbirliyi elə. Bu bizdə yoxdur və bunu keçən də yoxdur məncə. SMM öyrədənlər falan da bunu o qədər keçmir. Çünki SMM öyrədənlərin özü də o sahədə çox inkişaf eləmiş olmurlar. Yəni okey, dərs keçirlər, dərs bilirlər. Yəni şey kimi düşünün də, siz universitetdən SMM-likdən məzun olmusunuz, amma hesabınız falan yoxdur, onu təcrübə eləməmisiniz. Təcrübəniz yoxdur, sadəcə öyrəndiyiniz şeyi öyrədirsiniz. Yəni o qədər də sizə faydalı olmayacaq hər şey. Bəlkə 10 il ola bilər, amma yəni indi SMM oxuyanlar hələ yenidirlər yəni. Bəli. Bu dəqiqə heç görməmişəm SMM oxuyuram deyə bir insan bu günə qədər. Mən də heç görməmişəm. Sadəcə belə şey oxuyurlar. Nə deyirlər ona? Media. Bəli, onlar da daha çox televiziya üzrə gedirlər. Ona görə sosial mediada çox əlaqəli olmur. Bir də şey, dediyim kimi heç kimsə gəlib deməyəcək belə eləyin. Siz onu özünüz təcrübə edib öyrənəsiniz. Əgər qabağınıza yaxşı adamlar çıxsa, yaxşı influencerlarla dost olsanız, yenə yaxşı qabaqdasınız. Amma belə özünüz də ChatGPT-dən istifadə edərək davam edə bilərsiniz. Hətta mən şey görmüşdüm, mən ChatGPT-yə yazırlar ki, bəs mənə video kontenti oluşdur bir aylıq, onu çəkirlər. Əslində o da məntiqli fikirdir. Mən 2 dəfə yoxlamışam, aylıq yox, 2 dənə video fikri olaraqdan. Okey, mənə fikir verib, o fikir mənə ilham olub, mən fərqli bir video çəkmişəm. Məncə ilham olma ola bilər. ChatGPT-də normalda mən nə üçün fərqi yoxdur, şey istəsəm, elə şeylərdir ki, mənim əlimdə olmur. Ta ki, elə bir video verir ki, mən onu çəkə bilmərəm, yəni onu görüşünü. Düz deyirsiz. Amma ilhamlanmaq məncə ola bilər. Çünki mən də verdiyi şeylər biraz qəribə idi. Belə 5 minutes crafts şeylərinə oxşuyurdu, videolarına oxşuyurdu. Amma oradan ağlıma başqa bir fikir gəlirdi. Onu seçməyə başlayıram. Ona görə yaxşı bir fikirdir. Belə də işləyə bilərsiniz, amma mən sizə deyim, bu tez bir zamanda olmayacaq təbii ki, buradan gəlir qazanmağınız. Hazır mən falan fidanın podcastini çəkirəm. 5 bölümdür, mən orada sponsor tapmamışam. Elə qorxdum. Ümid edirəm ora sponsor gələr. Mənə sponsor verin. Belə də deyə bilərəm ki, reklam verənlər də, əməkdaşlıq etmək istəyənlər də bizim ölkədə o qədər bilinçli deyirlər ki, mən buradan buna reklam versəm daha yaxşı tutar, nəinki mən bunu belə eləsəm. Bizim ölkədə o da çox yoxdur. Digər ölkələrdə amma deyirlər ki, nə olsun ki, bu qızın 17 yaşı var, zato paylaşdığı kontent çox adamı cəlb edir ya da paylaşdığı məhsul çox adam tərəfindən bəyənilir. Mən buna məhsul versəm, bu daha yaxşı reklam eləyər. Bir də məsələn xariclərdə kiçik markalar, yeni başlayan bloqerlarla məsələn işləmək istəyir. Tutaq ki, mən yenə bayaq dediyim kimi, yəni səhifəmdə digər şeylər daha çoxdur, digər ölkələr və məsələn mənə gələn sponsorlar Gmail-a yazırlar. Ya qlobal şeylər olur, ya da xaricənin kiçik markalar olur. Sadəcə məsələn yeni başlamışıq, istəyirsiniz bizi reklam eləməsələ. Deyirəm necə? Deyir biz sizə falan ölkədən shippingdən göndərəcəyik, narahat olmayın, hər şeyi verirlər. Məsələn sadəcə video çəkib necə ambassador falan kimi paylaşmaq. O da mən necə o məsuliyyət götürməsi, o mənə buradan nəsə göndərsin, mən bir də poçta yolunu götürüb buna heç uğraşmaq istəmirəm, yəni düzünü desəm. Onu deyirəm, yox, yəni bizdə alınası deyil, bu qədər. Və bizim düşüncələrimiz bunlar idi. Ümid edirəm
faydalı oldusa bu video, buradan bir yerə başlaya bilərsiniz, buradan inkişaf eləyə bilərsiniz. Mən çox sevinərəm şəxsən sənin videoya vaxtın bu işə başladığın gəlsə. Əgər siz biznesə başlamaq istəyirsinizsə və yaxud müəllimliyə başlamaq istəyirsinizsə hesablarınızı yorumlara yaza bilərsiniz. Buradan da insanları cəlb eləyə bilərsiniz. Bu qədər idi. Təşəkkür edirəm gəldiyin üçün. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Çox istədiniz mənə gəlsin. Mən çox istədim ondan video çəkməyi və çəkdik.